Salam mənim əzizlərim. Bugün sizi mətbəximin ən zərif və ən sevilən ləzzətlərindən biri ilə tanış edirəm. Bu mini profiterollar həm görüntüsü ilə süfrənizin bəzəyi olacaq, həm də bir dişləmədə sizi buludların üzərinə çıxaracaq. İpək kimi diplomat kremi və üzərinə parlaq karamelin uyğunluğu isə sadəcə möhtəşəmdir. Mən bu resepti hazırlayarkən hər detala toxunmağa çalışdım. Amma bu işin əsl sirri kiçik püf nöqtələrində gizlidir. Videonun sonuna qədər izləməyi və bu qızıl qaydaları qeyd etməyi unutmayın. Mütləq xəmirin soyumasını gözləyin. Yumurtaları isti-isti xəmirə əlavə etsəniz, xəmirin içində bişə bilər. Ən önəmlisi isə yumurtaları tək-tək əlavə etməkdir. Hər yumurta tam qarışdıqdan sonra növbətisini vurun ki, o ideal parlaq və yapışqan kıvamı ala biləsiniz. Profiterol xəmirini fırına qoymazdan əvvəl sobanı mütləq əvvəlcədən isitməlisiniz. Soyuq sobada xəmir istədiyiniz kimi qabarmaz. Xəmiri yağlı kağıza düzdükdən sonra o yuxarıda qalan çıxıntıları düzəltmək üçün barmağınızı azca suya batırıb üzərinə toxunun. Beləcə profiterollarınızın üstü daha hamar və estetik görünəcək. Ən vacibi qızıl qayda, sobanın qapağını açmayın. Profiterollar bişərkən ilk 20-25 dəqiqə ərzində sobanın qapağını qətiyyən açmaq olmaz. Əgər vaxtından tez açsanız, içəriyə dolan soyuq hava o gözəl şişmiş xəmirləri anında söndürə bilər. Səbirli olun, qoyun qəşəngcə qızarsın. Profiterolların içinə istifadə etdiyim diplomat kremi və üzərinə gəzdirdiyim karamelin hazırlanmasına bura sığdıra bilmədim. Çünki hər ikisi xüsusi diqqət tələb edir. Onların hər birini ayrıca çox detallı və izahlı video olaraq kanalımda paylaşmışam. Mütləq o videolara baxın ki, tam nəticə əldə edə biləsiniz. Və budur, mini ləzzət bombalarımız artıq hazırdır. Görürsünüz necə iştah açan görünürlər. İnanın dadına doymaq olmayacaq. Əgər videonu bəyəndinizsə, mənə dəstək olmaq üçün abunə olmağı və rəy bildirməyi unutmayın. Sizin dəstəyiniz mənim üçün çox dəyərlidir.